İlham Əliyev Tofiq Yaqubludan qisas alır. Bunun nifrəti var və bunu da gizlətmir. Açıq-açığına bütün xalqın gözünün qarşısında ona qarşı bu qədər qərəzli davrana bilir. İlham Əliyev hakimiyyətinin sərt tənqidçilərindən biri kimi tanınan siyasətçi Tofiq Yaqublu barəsində çıxarılmış hökm qüvvədə saxlanılıb. Aprelin 2-də Ali Məhkəmə onun 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasını dəyişdirməyib. Yaqublu'nun qızı Nigar Həzi qərarla razılaşmadığını bildirib və əlavə edib ki, siyasətçi məhkəmə iclasına gətirilməyib. Tofiq Yaqublu'nun şərlənməsini, onun necə şərləndiyini bütün ölkə, bütün xalq, bütün dünya bilir. Nə qədər gizlətməyə çalışsalar da heç nə mümkün deyil. Əmin olun ki, Tofiq Yaqublu həqiqətən bu cinayəti törətmiş olsaydı, kimisə qeyri-qanuni yollarla, belə yollarla kiməsə viza düzəldib Avropaya və yaxud da harasa göndərmiş oldu. Əmin olun, bugün ASTV-lər bar-bar bağırırdı. Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabrında saxlanılıb. Məhkəmə onu dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmədə təqsirli bilib. Lakin müdafiə tərəfi ittihamların sübuta yetirilmədiyini və Tofiq Yaqublu'nun siyasi sifariş əsasında həbs olunduğunu bildirir.